Deməli, ilk öncə Misir keçərəsi Babil, Hun, Çin, Hindistanın ümumi vizual təhlilinə baxacağıq biz. Biraz sürətli formada keçəcək. Bu gün bir neçə slayd üzərindən olacaq bizim izahlarımız. Həm bu dövlətlərin ümumi belə çox da dərinliyinə enə bilmərik onsuz da. Yəni bir dəfəyə qədim dövrün hamısını çox dərinliklə baxa bilmərik. Ümumiyyətlə, yəni əsas məqsəd konseptual izahdır burada. Əsas məsələlər, təhlil yönümlü izah, bir də döyüşlər və müqavilələr hissəsinə də biz ayrıca baxacağıq biz. İlk öncə Misirdən başlayaq. Hər dövlətdə ilk öncə diqqət etməli olduğumuz məqam onun yerləşdiyi ərazidir. Misirin də xəritəsini ekranda görürsünüz siz hal-hazırda. Afrikanın şimal-şərq hissəsində iki dənizlə qonşudur. Qırmızı dəniz və şimaldan da Aralıq dənizi ilə qonşudur bu. Və ərazisində burada işarələnən dünyanın ən böyük çayı hesab olunan Nil çayı axır və Misir varlığını ümumiyyətlə Nil çayına borcludur. Herodotun həmin sözü, yəni qədim Misir Nilin töhfəsidir. Boş yerə deyilmiş söz deyildi o. Misirin yaranması gedişatını burada görürsünüz siz sağ hissədə. İlk öncə icmalar şəklində idi, ondan sonra oldular nomlar, yəni vilayətlər şəklində oldular. Hər bir nomun özünün ayrıca müdafiə edivarı, öz dini, öz rəhbəri və s. Yəni kiçik dövlətçiklər idi bu nomlar. Təbii ki, müəyyən orada rəqabət varsa, ərazi və iqtisadiyyat uğrunda rəqabət varsa, zəif nomlar iri nomlara uduzub onların tərkibinə qatıla-qatıla bu tendensiya irəlilədikcə finala iki padşahlıq qalır. Yuxarı Misir və aşağı Misir. Və bunlar da coğrafiyada hakimlik uğrunda mübarizə aparırlar. Nəhayət eramızdan əvvəl 4-cü minilliyin sonunda yuxarı Misirin, yəni cənubda yerləşən Misirin, aşağıda burada gördüyümüz yuxarı Misirin qələbəsi ilə başa çatır. Və paytaxt da olur Memfis şəhəri. Memfis şəhəri harda yerləşir, ona bir baxaq biz. Təxminən burada. Dairəyə aldığım hissədə. Yəni Misirin şimal hissəsindədir Memfis. Fif şəhəri isə aşağılardadır. Misirin bildiyimiz məsələn 3 paytaxtı olmuşdu. Memfis, Fif də İskəndəriyə. İskəndəriyə də şimaldadır. Təxmini bu istiqamətdədir İskəndəriyə şəhəri. Növbəti. Misirin təbəqələrinə baxaq biz burada indi. Piramida şəklində təsvir edilib burada. Ən yuxarıda Firondur. Fironun səlahiyyəti nə idi ümumiyyətlə? Firon qeyri-məhduddur səlahiyyəti. Yəni qeyri-məhdud nə deməkdir? Bu adamın səlahiyyətini məhdudlaşdıracaq heç nə yoxdur. Adam hər şeyə qadirdir, yəni ümumi bəşər olaraq hər şeyə qadirdir. Və bütün işlər hamısı Fironun adından həyata keçirilir burada. Siz belə adi bir vətəndaş belə olsaydınız orada, nə iş görsəz də, siz bunu mütləq Firona adamalıydınız. Yəni, sağ olsun ki, Firon var ki, mən bu işi eləyirəm. Firon var ki, misal üçün, mən bu yolu çəkirəm. Öz cibinizlə belə etsəz də, siz bu hər şeyə görə Firona insanlar özlərini borclu hesab edirdilər. Belə bir düşüncə formalaşmışdı. Əyanlar, kahinlər, yəni bunlar bir alt mövqedə qərarlaşmışdılar, hərbiçilərdir filan, varlı təbəqə hesab olunurdular bunlar. Növbəti təbəqədə isə azad adamlar. Bunlar nə varlıdırlar, nə də ki quldular. Varlı da deyirlər, qul da deyirlər, amma azaddılar. Belə deyim də, öz yağlarında qovrulurlar. Yəni, bu formada deyim mən. Bir də qullar var burada. Qullar heç bir azadlıqları yoxdur qulların. Yəni, ümumiyyətlə, Misirli hesab edilmirlər. Bunu da qedim ki, Misirdə borca görə qula düşmə anlayışı yoxdur. Qulların əsas mənbəyi xaricdən gəlirdi. Yəni, işğalçı müharibələr nəticəsində Misirə həmin o qullar işçi qüvvəsi gətirilirdi və bunları da canlı ölülər adlandırırdılar. Deməli, Misirdə təbəqələr haqqında söhbət açdıq. Bir də Çati var burada. Çati məsələsi. Məsələn, belə bir sual versəm sizə, Çati sizcə hansı təbəqəyə aiddir burada? Çatini hansı təbəqəyə yerləşdirə bilərik? Kim deyir? Kim deyir? Çati Misirdə hansı təbəqəyə aiddir? Birinci təbəqəyə, bəli. Niyə? Çünki birinci təbəqədə kim var? Məmurlar var. Çatidə kimdir? Məmurdur. Ən ali məmurdur. Bu ən ali sözü çaşdırmasın sizi. Bəzən
Məsələn deyir ki, aşağıdakı hansı Firona aiddir? Yazır ki, ən ali məmurdur. Orada mübaliğə var axı, şişirtmə var axı, ən ali. Ən alidirsə çaşırlar, bəzən bunu Firona aid edilir. Xeyr. Məmur sözü kimdir? Xidmətçidir. Firon xidmətçi idimi? Xeyr. Firon məmur falan deyil. Məmur Firondan aşağıda olanlar idi. Misirin ilklərinə baxaq biz indi burada. Misirdə məsələn birinci hissədə görürsüz heroqlif yazısı və papirus. Heroqlifdən qabaq bəs bunlar nə yazırdılar? Şəkli yazıdan, piktoqrafik yazıdan istifadə edirdilər. Heroqlif yazı həmin o şəkli yazının bir tık, yəni təkmilləşmiş versiyası idi. Biraz onun işarələrin sayını azaldıb daha anlaqlı bir formaya salmışdılar. Heroqlif yazının yaranması da baxırıq, dövlətlə yaranma ilə eynidir. Yəni ortada bir mərkəzləşdirilmiş dövlət varsa, yazısız mümkün deyil. Yazı şərtdir. Ona görə də bir çox dövlətlərdə görürük ki, yazı ilə dövlətin meydana gəlməsi və buna möhrü də biz əlavə edə bilərik. Məsələn, Albaniyada biz bu şeyə rast gəlirik. Yazıdır, möhürdür, dövlətdir. Bunların üçü də demək olar ki, istisnasız paralel şəkildə yaranmışdılar. Bu ehtiyac da hardan gəlir? Dövlətdən ki, dövlət varsa öz fonunda yazı və möhürü də gətirməlidir. İkinci hissədə isə piramidadır. Piramidaların inşasının təyinatı haqqında müxtəlif fikirlər var. Biz o məsələlərə girməyəcəyik. Biz ilk daşdan piramida Djoserə aiddir. Məsələn, testlərdə çaşdırma kimi düşər ki, ilk dəfə çiy kərpicdən piramidanın, xeyr, belə bir çiy kərpicdən inşa olunan piramida dövrümüzə kimi gəlib çıxa bilməzdir. Bu mümkün deyil. Daşdan piramida Djoserdir. Bəlkə də Djoserdən əvvəl də inşa edənlər var. Ola bilsin çiy kərpicdən inşa ediblər deyə dövrümüzə kimi gəlib çıxmır. Djoser daşdan inşa etdirdiyinə görə dövrümüzə kimi gəlib çıxa bilmişdi. Ən hündür piramida isə Djoser adlı Firona aiddir. Misirdə bir başqa texnoloji yenilik şaduflu şəkildə də görürsünüz orada. Əgər tarla su aşağıda, tarla yuxarıdaydısa, sizin bu tarlanı suvarmaq üçün iki metodunuz var. Onu arxından edə bilmirsiniz. Niyə? Çünki su aşağıdadır, tarlada üst hissə. Yəni bu kanaldan mümkün olmur. Birinci metodunuz ya o suyu siz vedrə əllə daşımalıydınız, müəyyən bir su qablarından istifadə etməklə, ya da ki, bax bu şəkildə gördüyünüz şadufla. Əslində o birinci dediyim yolla bu eynidir, amma şaduf insanın o qüvvəsini azaldırdı. Yəni insan daha az qüvvə sərf etməklə öz tarlasını suvara bilirdi. İnsanın ora sərf etdiyi belə deyim də gücü, qüvvəti əvəzləyən bəs nə idi? Şadufun arxa hissəsinə bağlanmış bu daşdır. O elə bil ki, gücü insan daha az güc sərf etməsinə köməklik eləyirdi. Bir də onluq say sistemi var burada. Onluq say sistemi, yəni onluq, yüzlük, minlik, bu biz də istifadə edirik bundan da hal-hazırda. Bəzən bunu Hindistanla qarışdırırlar. Bir də bəs onluq say sistemi varsa, niyə və sıfırı Hindistanlılar gətirib axı? Söhbət burada bizim istifadə etdiyimiz rəqəmlərdən getmir. Say sisteminin tipindən ümumiyyətlə gedir burada. Onluq, yəni Hindistanlılar da onluq say sistemini, sıfırı onlar kəşf ediblərsə, deməli onlar da onluq say sistemindən istifadə ediblər. Yəni bu rəqəmlər məsələsini bura qatmadan sırf say sisteminin özündən söhbət gedir burada. 10 dənə rəqəmin mövcudluğundan. Bu 10 dənə rəqəmi tutalım ki, bir xalq fərqli simvollardan bunu əsaslandıra bilər ki, Misirdə görürük ki, Misirdə şəkli yazı olduğuna görə şəkillərdən ifadə olunurdu. Məsələn, deyir, milyon rəqəmi əllərini göyə açıb təcrübli halda baxan insan kimi təsvir olunmuşdu orada. Bu Misirin yazısı ümumiyyətlə çox mürəkkəb bir yazı idi. İndinin özündə də hələ Misirin yazısının belə deyim açılması, Misirin yazısının oxunması hələ də müşkül məsələlərdən biridir. Bir də Misirdə nəyi ilk dəfə görürük? İlk yazılı müqaviləni Kadeş sülhü eramızdan əvvəl 1286-cı ildə Hitlərlə bağlanmışdı. Suriya düyün nöqtəsi olur Misirlə Hitlər arasında. Nəyə görə? Çünki Şimali Suriyadan, Babildən gələn o ticarət yolları Suriyanın şimalından keçirdi. Və buna görə də o Şimali Suriya uğrunda bunların ikisinin savaşı baş verir. Amma heç bir tərəf həlledici bir nəticə əldə edə bilmədiyinə görə məcbur razılığa gəlirlər. Müharibənin çox da uzanmasını istəmirlər. Amma əsas o yağlı tikə, yəni Şimali Suriya Hitlərdə qalır. İki çay arasına ümumi şəkildə baxaq indi. İki çay arası
Bu iki dənə çay, yəni Dəclə və Fərat çaylarının arasından söhbət gedir burada. Qələmi qoy mən aktivləşdirim, işimizə yarayacaq. Bircə dəqiqə. Yəni dediyim kimi dərsdə gedişat zamanı kiminlə sualı olarsa, istənilən an müdaxilə edə bilər. Deməli, burada gördüyümüz Dəclə çayıdır və sol hissədə olan Fərat çayıdır. Məsələn, bu Fərat çayı ilə bağlı bir məsələni qeyd edeyim. Birinci tutulmasına bağlı qeyd olunur ki, hansı çaya kimi çatdı? Fərat çayına kimi gəlib çatması qeyd olunur burada. Və Şumerlərin bura gəlməsi haqqında bir mülahizə var ki, qeyd olunur ki, Şumerlər buranın yerli sakinləri deyillər. Onlar 7-6-cı minilliklərdə Mərkəzi Asiyadan və yəni Altaydan köçüb və hətta bir məsələ qeyd olunur. Bura Cənubi Qafqaz üzərindən gəliblər. Yəni Xəzərin cənub hissəsindən yox, Xəzərin şimal hissəsindən fırlanıb gəlmələri haqqında söhbət var və bunu da ümumi dillə, dildəki o söz bənzərlikləri ilə də bir növ əsaslandırmaq istəyirlər ki, ad bənzərlikləri, söz bənzərlikləri var burada. Məsələn, Şumerlər ataya ada deyirdi, anaya ama deyirdi və s. və ilaxır belə bir versiya var. Amma Şumerlərin Misirlilərdən fərqi ondan ibarət idi ki, Misirlilər daha şanslı idilər. Niyə? Çünki əraziləri əkinçilik üçün çox əlverişli idi. Torpaqları çox münbit idi. Amma Şumerlərin torpaqları çox bərbad halda idi. Yəni daşlıq idi, təbii maneələr ümumiyyətlə yoxdur. Yəni çox bərbad bir ərazi idi. Amma Şumerlər bunun öhdəsindən gələ bilirdilər. Bir də daşqınlar məsələsi var burada. Məsələn, Misirlilər artıq müəyyən müddətdən sonra o müəyyən astronomiya ilə müşahidə edib o il sistemini, təqvim sistemini müəyyənləşdirəndən sonra artıq tam dəqiq müəyyən eləyə bilirdilər ki, Nil çayı nə vaxt daşır, nə vaxt daşqınlar sahədən çəkilir. Bunu tam müəyyənləşdirirdilər və hardasa o təqvim də Misirliləri yanıltmırdı. Amma Dəclə Fərat çaylarında belə bir öngörmə mümkün deyildi. Yəni şəraitə uyğun istədiyi vaxt daşırdı, istədiyi vaxt. Bir də daşqınların vüsətini də qabaqcadan planlaşdırmaq mümkün deyildi. Elə olurdu ki, daşqınlar daha az olurdu, amma elə olurdu daşqınlar artıq daha dağıdıcı, daha ziyanverici bir forma alırdı. Bu Şumerlərin elə bil ki, həyata 2-0 başlaması deməkdir. Amma yenə buna baxmayaraq Şumerlər bunun öhdəsindən gəlib həmin coğrafiyanı daha əlverişli bir formaya gətirirlər. Şumerlərin siyasi quruluşu haqqında söhbət açaq. Şumerdə vahid dövlət anlayışı yox idi. Bunlar şəhər dövlətləri şəklində idilər. Və hər şəhər özü-özlüyündə müstəqil idi. Hər şəhər özü-özlüyündə bir dövlət idi. Ayrıca hökmdarı və s. və ilaxır. Və bu Şumer şəhərlərini müxtəlif şəxslər idarə ediblər. İlk əvvəllər Şumer şəhərlərini idarə edirdi En. Yəni En olan vaxtı o Ensi və Luqal dediyimiz şəxslər yoxdular. Təkcə En var. En kimdir? Həm siyasi işlərə baxır, həm hərbi işlərə baxır, həm də ki, dini işlərə baxır. Yəni bütün hər şey Enin əlində cəmləşib. Amma müəyyən müddətdən sonra idarəetməni biraz təkmilləşdirirlər. Ki, bir nəfər bu qədər şeyin öhdəsindən gələ bilməz, bu qədər şeydə uğurlu ola bilməz. Hakimiyyəti iki istiqamətə bölürlər. Siyasi və dini işləri verirlər Ensiyə, hərbi işləri verirlər Luqala. Yəni, ölkədə iki şəxs var, Luqal və Ensi. Dövləti idarə etmək, nə bilim, təsərrüfatı idarə etmək, dini ayinləri keçidib onun rəhbərliyini etmək, bunlar hamısı olur Ensidə. Amma hərbi işlər olur Luqalda. Bəs necə olur ki, Luqal artıq hamısını üstəliyib mütləq hakimiyyət çevrilə bilir? Bu da ki, Şumer şəhər dövlətləri arasında baş verən münaqişələrin aramsızlığı nəticəsində mümkün olur. Təsəvvür edin ki, məsələn, həmin dövrdə yaşayırsınız və ölkədə bir Luqal var, amma müharibələr dayanmır. Müharibələr dayanmadığına görə artıq bütün insanlar, bütün cəmiyyət hamısı gözünü kimə dikiblər? Luqala. Luqaldan asılıyıq artıq. Bu müharibəni sonlandırsa, yəni bizim məğlubiyyətimizin qarşısını kim ala bilər? Luqal. Qalibiyyətimizə kim səbəb ola bilər? Luqal. Cəmiyyət artıq Luqaldan asılı olur. Və zaman keçdikcə artıq Luqalın mütləq hakimiyyəti formalaşmağa başlayır burada. Və hakimiyyəti tək başına ələ alır. Və bundan sonra artıq Ensidir, filandır, bunlar hamısı tarixin bir çöplüyü olur.
Bütün hakimiyyətin hamısı Luqalda cəmləşir. Şumer memarlığı haqqında təbii ki, ən önəmli nümunə ziqquratlardır. Şəkildə onun formasını görürsüz. 3, 5, 7 mərtəbəli bir tikili idi. Müxtəlif təyinatlar istifadə olunurdu. Yəni universal bir tikili deyə bilərik. Buna alt hissəsi şəkildə görürsüz. Məsələn, ambar kimi istifadə olunurdu. İbadətgah kimi istifadə olunurdu. Sonra yuxarı hissəsi məsələn təhsil ocağı kimi, kahinlərin məkanı kimi, ən yuxarı hissə isə hündürdə olduğuna görə təbii ki, astronomik məqsədlər üçün səma cisimlərini müşahidə etmək üçün istifadə edilirdi. Şumerlərin ilkləri digər sivilizasiyalara nisbətən daha çoxdur. Buyurun müəllim. Yəni rəsədxana kimi istifadə edilir. Rəsədxana kimi də, bəli. Şumerlərin ilkləri digərlərinə nisbətən daha çoxdur. Məsələn, ilk dəfə nə idi qeyd edilib? Məsələn, Mix yazı harda kəşf olunmuşdu? Urukda. Təkərdir, arabadır, duluz çarxının ixtirasıdır. Bunun hamısı Şumerdədir. 60-lıq say sistemi. 60-lıq say sistemi həyatımızın hər sahəsində demək olar ki, var. İstər dərəcə anlayışı olsun, istər vaxt anlayışı olsun, 60-lıq say sistemindən istifadə olunur. Dünyada ilk yazılı qanunlar, Şumer məcəllələri dediyimiz qanunlar, bu da Şumerlərə aiddir. Bir də təmiz mis var Şumerdə. Təmiz mis kəşf edilmişdi. Dama oyunu var orada. Dama o oyunu, bilirsiniz necədir? Bura biraz fərqlidir. Dama oyunu məsələsi burada necə fərqlidir? Yəni bizim bildiyimiz o şaşqı deyil. Dama oyunu. Şəkildə düzdür, burada şaşqı kimi verilir, amma şaşqı deyil. Dama oyunu hardasa deyərdik ki, məntiq etibarilə bu indiki dövrdə nərd dediyimiz oyunun primitiv ilkin versiyası idi, həmin o dama oyunu. Babildə isə, Babil də təbii ki, bir Şumer şəhər dövləti idi, amma niyə fərqli cür sivilizasiya kimi qəbul olunur bu Babil? Babilin qurucuları, bir də o akkadlar haqqında söhbət yaddan çıxdı, onu inşallah döyüşlərdə, çünki növbəti slaydda bizim o döyüşlər falan da olacaq, orada daha geniş şəkildə baxacağıq. Babili niyə ayrıca təqdim edirik? Çünki Babil Şumerlərin içərisində daha ciddi planda ortaya çıxmış və daha ciddi bir imperiya qurmuş bir dövlət idi və bir də bunun tərkibi fərqli idi. Bunlar Şumerlilər deyildi, bunlar Samilər idi, Amorey Samilər idi. Bu Babililər bəs bizim yadımızda nə ilə qalır? Məsələn, Babil deyəndə yadımıza düşür kim? Hammurapi qanunları, Babil qülləsi, bir də Semiramidanın asma bağları. Bunlar ən çox bizə lazımdır burada. Və Babil sözünün mənası Tanrının qapısı deməkdir. Məsəl üçün, Babil sözü Akkadcadır. Bab ili, məsələn, Şumerlər deyir ki, Kadingir deyirdilər. Yunanlar Vavilyon deyirdilər. Amma bunların hamısını toplayanda 3 dildə üçünün də mənası eyni anlama gəlirdi. Tanrının qapısı mənasına gəlirdi burada. Burada qeyd etdiyi solda həmin o Semiramidanın asma bağları, bir də Babil qülləsi var burada. Babil qülləsindən məsələn indiki dövrdə yoxdur, yəni gəlib çıxmayıb. Əfsanəvi bir şeydir. İndi tarixdə olubmu, olmayıbmı? O haqqda da bir bilgi yoxdur. Məqsəd olub ki, yəni insanlar o qülləni sonsuz sayda inşa etməklə tanrılara çatmaq istəyirlər. Və müəyyən mərtəbədən sonra tanrıların qəzəbinə gəlirlər ki, bunlar bizə niyə çatmaq istəyirlər və tanrılar da həmin insanları cəzalandırır və həmin tikili yıxılır. Belə bir əfsanəvi anlam var burada. Babililər üçün ən əziz tanrılardan biri ay tanrısı idi və ay tanrısı kim idi? Marduk idi. Marduk. Şumerlərdə misal üçün tanrılarına baxsaq, Enlil, Ninlil, Adad, İştar, Anum, Antum, İnanna kimi tanrılar varsa, Babildə artıq özünə məxsus bir tanrı var. Burada Marduk. Məsələn, Hammurapidə öz qanunlarının bir növ ilahi mənşəli olduğunu əsaslandırmaqdan ötürü deyirdi ki, bu qanunları mənə Tanrı Marduk vermişdi. Niyə bu məsələyə toxundum? Çünki hansısa il bilmirəm, olimpiyadaya iminli bu sual düşmüşdü.
Hunlar haqqında söhbət açaq indi. Hunlar da təxmini bir orada da iki çay var. Orxon və Selenqa çayları. Ümumiyyətlə antik mədəniyyətlərə baxsaq, hamısında o iki dənə çaydan söhbət açılır burada. Hunlar kim idi burada? Burada xalqların böyük köçü hissəsi düşüb, o lazım deyil. Əsas burada bizə böyük Hunlar lazımdır burada. Hunlar çöllükdə yaşayan, köçəri olan bir xalq idi bunlar. Bunların əsas hədəfi hansı istiqamət olub? Həmişə Çin olub. Nəyə görə? Çünki Hunlar köçəridirlər. Köçəridirlərsə, böyük əksəriyyəti bunlar yağmalama hesabına yaşayırdılar və maldarlıq idi bunlarda. Və niyə? Baxsaq indi məsələn müasir dövr bir sıra mədəniyyətlər var. Məsələn, xüsusən Avropa mədəniyyətinin özündə tarixdə köçərilər həmişə vəhşi kimi yadda qalıb. Burada da elementar bir məntiqlə yanaşırlar buna. Niyə? Çünki bu adam köçəridirsə, bunun yurdu yoxdursa, deməli onların düşüncəsinə görə bunlar ancaq oradan ora hücum edib, buradan ora hücum edib, ancaq onun bunun əlində olanları almaqla yaşamış kimi qəbul edirlər. Hardasa haqlıdırlar, amma hardasa yox. Bunu çünki məsələn tərkibini bilmədən hər köçəri haqqında bunu demək mümkün deyil. Amma Hunların əsas rəqibi Çinlilər idi və uzun müddət Çinlilərlə daha doğrusu rəqabət aparmışdılar. Hətta eramızdan əvvəl 200-cü ildə Pinçendə artıq Mete Xaqan Çini özündən asılı vəziyyətə sala bilir və xüsusən şimal hissəsi. Fikir versək, cənub hissəsi haqqında çox da belə deyim, məqsədyönlü bir fəaliyyətləri yoxdur türk dövlətlərinin. Məsələn, Göytürklərin özündə də Cənubi Çindən bağlı bir şey yoxdur. Bunun səbəbi isə ondan ibarət ki, əsas məsələ Şimali Çindir. Ticarət yolları ancaq axın etdiyi yer Şimali Çin idi. Və Mete Xaqan Çinin şimalından keçən ticarət yollarını artıq nəzarət altına ala bilir, hətta ipəklə xərac da belə ala bilir. Amma fikir versək, necə ki, Kutilər iki çərəsində gəlib o iki çərəsini tutanda idarə etməyə sistemə toxunmurlarsa, bax, Mete Xaqan da eyni qayda ilə Çinin şimalını tutmasına baxmayaraq sistemə toxunmur. Çünki bir sistem işləyirsə, o sistemə toxunub da o sistemi xarab etməyin bir anlamı yoxdur. Yəni, Çinlilər bunu çox gözəl bacardılar. Hunlar əgər ona müdaxilə etsəydilər, Hunlar həmin ərazini, həmin ticarəti Çinlilər kimi idarə edə bilməzdilər. Qədim Çin. Qədim Çində də iki dənə çay var. Xuanxe çayı və Yansızı çaylar var burada. Əsas da Çinlilər burada Xuanxe çayı haqqında bir növ desək bəlalıdırlar. Müxtəlif cür adlandırırdılar bunu. Azan çayı, Min fəlakət çayı, bu kimi bir adları var idi. Min bir fəlakət çayı və s. və ilaxır. Çinin bəlası bəzən deyirdilər bunu hətta. Bu da ki, Xuanxenin çayının eyni ilə Dərcə və Fərat kimi biraz yəni öngörüsüz bir fəaliyyəti var idi həmin çayın. Yəni qabaqcadan planlamaq olmurdu ki, bu illəri Xuanxe çayı daşacaqmı, daşmayacaqmı, daşacaqsa necə olacaq və s. və ilaxır. Ona görə Çinlilərin bir növ baş ağrısı idi bu çay. Amma bir tərəfdən də Xuanxe çayının asılı idilər, çünki təbii ki, vadisi məhsuldarı idi. İki tərəfli idi yəni. Çində ilk dövlətlər eramızdan əvvəl 3-2-ci minilliklərdə meydana gəlməyə başlayır və bu təxmini dövlətlər, belə deyim, mübarizələri filan nəhayət gələcək eramızdan əvvəl 3-cü əsrdə. Daha dəqiq desək, eramızdan əvvəl 221-ci ildə Sin Şuxandi tərəfindən yaradılacaq bu Çin. Sin, həmin şəxsin adı ilə da ümumiyyətlə sülaləni Sin adlandırmışdılar. Və bu da tək adamlıq bir sülalə idi. Sin Şuxandi ilə gəlir, Sin Şuxandinin ölümü ilə də gedir. 221-dən eramızdan əvvəl 206-cı ilə qədər davam edəcək. Hunlarla rəqabət yenə var burada və Hunların hücumunu ümumiyyətlə bir dəfəlik dayandırmaqdan ötürü, çünki bezmişdilər də artıq bu Hunların hücumlarından, bunları da qınamalı deyil. Ona görə bir dəfəlik kökün kəsməkdən ötürü Çin səddini inşa etdirməyə başlayırlar eramızdan əvvəl 214-cü ildə. Amma Çin səddi təbii ki, bir çırpıda inşa olunan bir şey deyildi. Yüzillərlə davam edir bu Çin səddinin inşası. Bu da effektiv olmur artıq.
Yəni Çin səddinin inşası da gözlənilən nəticəni vermir. Hunlar yenə də hücumlar eləyirdilər. 206-cı ildə Xan sülaləsi gəlir. Burada Konfütsi təliminə baxmaq lazımdır burada. Konfütsi təliminə münasibətdə fərq var burada. Sinşuan dövründə Konfütsi təliminə münasibətlə Xan sülaləsi dövründə Konfütsi təliminə münasibət arasında fərq var. Xan sülaləsinin hakimiyyəti dövründə Konfütsi təlimi bir dövlət ideologiyasına çevrilir. Yəni artıq niyə çevrilir? Dövlət bunu niyə himayə edir? Çünki Konfütsi deyirdi ki, aşağı yuxarıya tabe olmalıdır. Necə ki, oğul ataya tabe olursa, xalq da imperatora tabe olmalıdır. Çünki bu fikirlər aşılayırdı insanlara. Bu da təbii ki, hakimiyyətə sərf edir və hakimiyyət artıq insanları ideoloji cəhətdən özünə bağlaya bilərdi. Ona görə bu ideologiyanı himayə eləyirlər və hətta vacibi bir mərtəbəyə qaldıraraq kim dövlət məmuru olmaq istəyirsə, imtahanların hamısını bax bu təlimdən, bu ideologiyadan verirdilər. İpək yolu məsələsinə gəlsə isə, İpək yolunun əsas memarı Makedoniyalı İskəndərdir. Yəni, bu ümumdünya ticarət yolundan söhbət gedir. Makedoniya İskəndər imperiyasının dövründə, yəni Balkanlardan ta ki Hindistana qədər böyük bir ərazi, Mərkəzi Asiyaya qədər böyük bir ərazi bir imperiyanın tərkibində birləşdi. Və bir imperiyanın tərkibində birləşdiyinə görə gediş-gəliş yarandı və bu əvvəllər bir-biri ilə ümumiyyətlə gediş-gəlişi olmayan xalqlar, dövlətlər artıq bir-birinə ticari əlaqələr qurmağa başladılar. İskəndər imperiyası dağılsa da, İskəndər ölsə də, amma sistem işləməyə davam etdi. Yəni həmin o yol, ticarət yolu öz varlığını qoruyub saxlamağa davam etdi artıq. Və eramızdan əvvəl 2-ci əsrdə Çin də bu yola qoşulmaqla artıq böyük bir ticarət yolu yarandı burada. İpək yolunun adlanması təbii ki, Çinin ixrac etdiyi məhsulla bağlıdır. İpək əsasən ixrac eləyirdi burada. Çinin ilk dəfələrində baxsaqsa burada, məsələn, ilk dəfə kağız və bambuq lövhələrdən yazı material kimi istifadə etmək bu Çinə aiddir. Məsələn, Misirdə isə papirus var. Papirus gövdəsindən istifadə eləyirdilər. Çində misal üçün ipək parça üzərində də yazı var, amma hər kəs təbii ki, o parça üzərində yaza bilməzdi. Dövlət əhəmiyyətli, xüsusən imperatorun mətnləri, onlar hamısı ipək parça üzərində yazılırdı. Kompas Çinə aiddir, coğrafi olaraq dağlar və dənizlər haqqında kitab Çinə aiddir. Çay bitkisinin müalicəvi məqsədlərlə istifadə edilməsi o da ilk dəfə Çinə aiddir. Müalicəvi məqsədlərlə, yəni məişət səviyyəsində istifadə edilmirdi hələ. Xəstələrə ən çox verirlər və sakitləşdirici kimi istifadə olunurdu. Sonradan artıq çayı dünyada məşhurlaşdıran ingilislər oldu. İngilislər artıq bunun bir növ təbliğatla hər kəsi artıq çay içməyə bir növ məcbur etməkmi deyim, təbliğatımı deyim, insanları bir növ çaydan asılı vəziyyətə saldılar. Yəni, baxsaq ki, misal üçün, Avropanın bir çox hissəsində çaydan bir o qədər istifadə edilmir. Bizdəki kimi istifadə edilmir. Bizdə, misal üçün, çay artıq yəni, olmazsa olmaz bir məsələlərdən biridir. Bir də Çini qablar, adı üstündə Çini qablar ağgildən hazırlanırdı və çox zərif bir görüntüsü var idi və üzərində müəyyən naxışlar çəkilirdi. Bu da Çinə aid olan ilklərdən biridir. İndi isə Hindistan məsələsinə baxacağıq burada. İlk öncə onu deyək ki, Hindistan Asiya qitəsinin cənub istiqamətində yerləşir və Hindistan şimaldan bax burada gördüyümüz Himalay dağları ilə örtülmüşdür. Bu, Hindistanın bir növ təbii müdafiəsidir. Yəni, Hindistan artıq bilirdi ki, heç kim buradan Hindistana hücum edə bilməz. Bu, mümkün deyildi. Müasir dövrün özündə belə mümkün deyil indi bu hal-hazırda. Ona görə Hindistana iki yerdən hücum şansı var. Yəni, ya şimal-qərbdən hücum etməlisən, ya da ki, şimal-şərq istiqamətindən hücum etməlisən. Baxsaq ki, misal üçün, İskəndərin özü, Daranın özü haradan hücum ediblər ancaq? Bax, burada. Şimal-qərb istiqamətindən hücum ediblər. Hindistan ilk şəhərləri haqqında Mohenjo-Daro və Harappa mədəniyyətlərini burada göstərə bilərik biz burada. Amma bu şəhərlər necə oldu, yoxa çıxdılar, bu sivilizasiyalar necə oldu, məhv oldular, yekdil bir fikir yoxdur burada.
Hindistan xalqının formalaşmasının əsas memarları arilərdir. Fikir versə, arilər iki xalqın ümumiyyətlə, həm farsların, həm də ki, Hindistanın formalaşmasında, xalq kimi formalaşmasında əsas katalizator rolunu. Yəni əsas təşəbbüskarları birinə bunlardır. Bunların gəlməsi ilə bu xalqlar formalaşdılar artıq. Məsəl üçün o İran adı ki var, onun səslənməsi məsəl üçün Ayran kimi gəlir. Bu da ki Ari anlamı ilə bir növ eyni tipətip təşkil edir. Yəni xalq olaraq da Hindistanlılarla farslılar təbii ki qohumdular ümumi cəhətdən. 11-ci əsrdə eramızdan əvvəl Hindistanda dəmir emalı başlayır. Və dəmir emalı niyə bu qədər? Məsələn, Çində də 6-cı əsrdən qeyd olunur ki, dəmir emalı. Bu dəmir emalının önəmi nədən ibarətdir? Dəmir emalının baş verməsi, dəmir emalının öyrənilməsi silahlanmanın artıq təkmilləşməsi deməkdir. Artıq dəmir silahlardan istifadə deməkdir. Dəmir silahlardan istifadə artıq hərbidə bir növ inqilab yaradırdı. Və müəyyən qüvvələrin ortaya çıxıb, müəyyən dəmirdən istifadə edə bilməyənlərin isə tarix səhnəsindən silinməsi ilə nəticələnirdi. Bu şəkildə artıq siyasi mənzərə çox sürətli formada dəyişə bilirdi. Dəmir buna görə önəmlidir burada. Amma Hindistan cəmiyyətini geri salan ən önəmli məsələlərdən biri də kastadır. Kastalar elə bir quruluşuydu ki, yəni sən hansı kastada doğulmusansa, mütləq ki, həmin kastada ölməliydin. Bu mümkün deyildi. Heç bir halda, heç bir istisnasız sən bir kastadan başqa kastaya keçə bilməzdin. Bu, yuxarı təbəqəyə, yəni brahmanlara, belə deyim, hansı imkanı təmin edirdi? Hakimiyyəti özləri və öz varislərinin əlində saxlamağa imkan verirdi. Yəni, brahmanın oğlu fərsiz də olsa, vecsiz də olsa, belə dəli də olsa, brahman idi. Bunu heç kim artıq aşağı kastaya sala bilməzdi. Və ya şudranın oğlu, nökərin oğlu, alim də olsaydı, varlı da olsaydı, nə bilim, nə də olsaydı, bu adam yenə də şudraydı. Yəni, yuxarı kastaya keçə bilmirdi. Bu təxminən bizim eranın 9-cu əsrinə qədər uzun müddət Hindistanda davam edib bu. Gupta Xarşa imperiyalarının dövrünə kimi davam edib, amma gec də olsa bu kasta quruluşundan çıxa biliblər bunlar. Birinci hissədə qərarlaşmışdı kahinlər, yəni brahmanlar. Deyirlər ki, brahmanlar, yəni Tanrı bizi dodaqlarından yaratdığına görə biz Tanrı adından danışa bilərik. Tanrı adından istənilən şeyi, ağıllarına gələn fətvalar mı deyim, göstərişlər mi deyim, insanları bu cür manipulyasiya eləyə bilirdilər bunlar. Kşatrilər isə deyirdi ki, Tanrı bizi budlarından yaradı. Biz Tanrı adından savaşa bilərik. Tanrı adından istədiyimiz şəxsi öldürə bilərik. Vahişilər isə əsas bunlar icmaçı kəndlər və tacirlər idi. Şudralar isə artıq deyir ki, bunlar Tanrının palçıqlı ayaqlarından yaradı. Əsas işçi qüvvəsi də bunlar idi. Kassaya aid olmayan ən alt hissədə isə bunlar toxunulmazlardır. Əslində, məsələn, mən yadıma gəlir 6-cı sinifi oxuyanda toxunulmazlara qarşı mənim bir aqressiyam formalaşmış ki, çünki dərsdə yazırdı ki, natəmiz işlər görən, çeşitli işlər görən. Mən də elə bilirdim ki, yəni bunlar günahkarlardır, cinayətkarlardır, nə bilim, belə insanlardır. Xeyr, toxunulmazlar sadəcə təmizlikçilər idi. Yəni, məbədləri təmizləyənlər, küçələri təmizləyənlər və s. və ilaxır. Bunları kastaya buraxmırdılar. Ki, bizim kasta belə müqəddəsdir, elə müqəddəsdir və s. və ilaxır. Bu yazılan əslində heç bir günah yoxdur. Bunlar sadəcə belə müasir təbirlə desək, xadimə idilər də, bunlar yetimlər nə qayırdı ki, heç nə. Yəni, əsas burada məsələ kasta quruluşunun müqəddəsliyini, təmizliyi bir növ insanlara sırmaqdan ibarət idi. Hindistanın sıfır rəqəmini kəşf etməklərini dərsin əvvəlində qeyd etdiyimiz sıfır rəqəminin kəşfi artıq rahat hesablama sistemi formalaşdırdı. İstər vuruqlarda olsun, istər toplamalarda olsun, çox rahat bir hesablama sistemi formalaşdırdı. Həmçinin kvadrat və kub köklərinin çıxardılması da bu kəşf də Hindistana aiddir. Oyunlarda şahmat oyunu Hindistanlılardadır və yəni bunu əməli şəkildə sübut edə bilməsələr belə, Hindistanlılar belə bir versiya irəli sürdü ki, yer kürəsi şar şəklindədir. Məsələn, biz indi deyirik müasir dövrdəki
yer kürə formasında. Xeyr, yer əslində kürə formasında deyil. Yer qütblərdən basıqdır. Yəni əslində o Hindistanlıların dediyi şar formasına çox uyğun gəlir. Yerin indiki hal-hazırdakı forması. Memarlıqda isə ən çox iki məsələyə diqqət etmək lazımdır. Bir, daşdan yonulmuş darvazadır. Bu bizim eramızdan əvvəl 1-ci əsrə aiddir. Bir də dörd şir heykəli. Dörd şir heykəli də eramızdan əvvəl 3-cü əsrə, padşah Ashokanın hakimiyyəti dövrünə aiddir burada. İndi bir-iki müqayisə aparaq burada. Məsələn, Misirlə iki çevrəsini. Məsələn, Misir vahid dövlət ola bilir, amma iki çevrəsi vahid dövlət ola bilmir. Bu bir. Misir deyir ki, qapalı coğrafiyadır. Yəni, təbii müdafiələri var Misirin. Amma iki çevrəsində elə deyil. Onu da bayaq qeyd etdik ki, iki çevrəsi həm ərazisi daşlıqdır və bir də maneəsizdir. Yəni, düşmən rahatlıqla iki çevrəsinə hücum edib işğal edə bilər. Amma Misirdə belə deyildi. Misirdə əsasən memarlıqda istifadə olunub daşdan. Məsələn, adi piramiddə baxsaq, elə piramiddə. Misirdə çiy kərpic anlayışı yoxdur ümumiyyətlə. İstər bişmiş olsun, istər çiy olsun. Kərpic anlayışı yoxdur, ancaq daşdan. Daşı yonub, istənilən kərpic alını salıb, o formada ondan istifadə edirdilər. İki çevrəsində isə çiy kərpicdəndir. Məsələn, o ziguratlardır filandır, bunlar hamısı çiy kərpicdən inşa olunurdu. İki çevrəsində vahid dövlət 4-cü minillikdədir. İki çevrəsində isə, daha doğrusu Misirdə 4-cü minillikdə, iki çevrəsində isə 3-cü minillik. 3-cü minillikdə nə vaxt? Eramızdan əvvəl 24-cü əsrdə Şarrukin və ya Sargon dediyimiz şəxs Akkad dövlətinin əsasını qoyur və iki çevrəsini ilk dəfə vahid dövlətdə birləşdirir. Misirlilərdən kim Ön Asiyaya hücum eləyib ümumiyyətlə 3 firon əsasən 1-ci Tutmos, 3-cü Tutmos və 2-ci Ramzes. Bunların üçünün də Ön Asiyaya yürüşü var. 1-ci Tutmosdan 3-cü Tutmos eyni istiqamətlərə hücum eləyiblər. Suriya, Finikiya, Fələstin. Hamısı da uğurlu olublar. 2-ci Ramzes də bu yolu təkrarlayıb. 2-ci Ramzes sadəcə bunlardan ayıran bir dənə Şimali Suriya məsələsidir. Yəni Hitlər bir dənə onu vermədilər 2-ci Ramzes. Qalan hamısı Suriya, daha doğrusu Finikiya, Fələstin hamısında oxşar cəhətdir. Suriya məsələsi bir dənə Ramzesdə fərqlilik təşkil edir. Hindistana isə bu qədim dövrdə iki yürüş var. Bir, eramızdan əvvəl 6-cı əsr, daha dəqiq desək, eramızdan əvvəl 522-ci ildə. 522-ci 1-ci Dara hücum edir. Makedoniya İskəndər isə eramızdan əvvəl 327-ci ildə. Hər ikisi deyir ki, ümumiyyətlə Hindistan şimal-qərbi, yəni Hind çayına qədər olan hissədir. O da böyük bir ərazi deyil. Hind çayına qədər olan hissəni hələ keçirdi, amma Hindistanın içərisinə doğru heç biri sıza bilməyiblər, nüfuz edə bilməyiblər. İndi ümumi şəkildə burada xronoloji cədvəldir. Bu slaydı mən onsuz da qrupa atacağam. Orada daha geniş şəkildə şərh edərsiniz inşallah. Burada məsələn yazının, vahid dövlətin hansı tezlikdə meydana gəlməsi şkalasıdır. Baxsaq ki, misal üçün yazı demək olar ki, Misirlə Şumerdə eynidir. Yazının meydana gəlməsi. Vahid dövlət digər sivilizasiyalardan ən tezdir Misirdə. Yəni ikisi arasında tez yaranıb Çindən də, Hindistandan da. Hindistanın yazısına baxsaq, iki çevrəsindəki vahid dövlətin meydana gəldiyi dövrə təsadüf edir. Hindistan yazısı. Bu Hindistan yazısını nə ilə biz götürəcəyik? Həmin o Mohenjo-Daro və Harappa mədəniyyətləri ilə. Çünki həmin o mədəniyyətlərin yazısı olub artıq. Ondan biz Hindistan yazısını hesab edirik artıq. Yunanistan, Makedoniya, Roma. Bu məsələlərə də baxaq sürətli şəkildə. Yunanistanda ilk öncə polislərdən söhbət açmalı. İndi o hissələrə gələcək ki, xəritəsi filan bu kimi məsələlərə baxacağıq. Əsas birinci bu məsələlərdən başlayaq biz. Bax, burada siz Agoranı və Akropolu, bəzən az da olsa qarışdıranlar var bunu. Agora meydandır, bazar meydanı. Agora deyəndə Agoranı bax Targov ilə eyniləşdirin. Bakıdakı məsələn Targov ilə. İctimai bir yerdir, ticarət meydanıdır. Akropol isə həmişə ən hündürdə olurdu.
dini və müdafiə mərkəzi hesab olunurdu. Əgər şəhər üçün hər hansı bir təhlükə yaranardısa, təxliyə yeri haraydı? Akropol idi. İnsanlar gedib orada məskunlaşırdılar artıq. Bəs daha doğrusu Yunanistanda misal üçün deyirik ki, bu qədər inkişaf edib bu sivilizasiya, niyə vahid dövlətə çevrilə bilmədilər bunlar? Vahid dövlətə çevrilə bilməməklərinin əsas səbəbi bax burada gördüyünüz qeyddir. Relyef. Nə qədər dəxilsiz görünsə də, amma şərtdir. Dağlıq relyef şəhərlər arasındakı o əlaqəni çətinləşdirdiyinə görə, artıq o əlaqələr intensiv xarakteri daşımadığına görə hər şəhər özü-özlüyündə bir hökmdar idi, özü-özlüyündə bir dövlət idi. Hökmdarını seçib özü-özünü idarə edirdi Yunanistanda. Və bunlar çevrilir polislər. Polis elə nə deməkdir? Şəhər deməkdir. Deyirəm, məsəl üçün megapolis, yəni böyük şəhər. Bunların idarə edilməsi zamanında isə bizim Yunanistana aid edəcəyimiz bir çox şey aid olacaq Afinaya. Yəni biz əsas məsələləri Afina üzərində quracağıq biz burada. Məsələn, Afina ilə gəlin Spartanı indi burada müqayisə edək biz. Sparta Cənubi Yunanistanda yerləşirdi, həmin Dorilərin qurduğu şəhər idi. Dorilər eramızdan əvvəl 2-ci minillikdə Lakonikan vilayətini işğal edib, orada Sparta şəhərinin əsasını qoydular. Və Sparta artıq o dövrdən ta ki, şəhər dövləti kimi özünü formalaşdıra bildi. Afinanın da əsası ilə eramızdan əvvəl 2-ci minillikdə qoyulmuşdu. İndi hər ikisinin idarə etməsinə baxaq biz burada. Deməli, Afinada quldarlıq demokratiyası idi. Amma nə vaxt? Afinada quldarlıq demokratiyası eramızdan əvvəl 6-cı əsrin sonunda formalaşdı. İndi o gedişatı ən sonunda mən deyəcəm, belə bu gördüyümüz slaydın sonunda. Və ali orqanda xalq yığıncağıdır burada. Xalq qərar verir hər şeyə. Spartada isə oliqarxiyadır, yəni azlığın hakimiyyətidir. 2 dənə hökmdar var. Ağsaqqallar şurası ümumiyyətlə qərarları filan burada təyin edir. 2 hökmdar da ağsaqqallar şurası təyin edir. Biri qoşuna baxırdı, biri də dövləti siyasi cəhətdən idarə edirdi Spartada. Sosial quruluş cəhətdən isə Afinada aristokratlar var, bir də demos var. Qullar misal üçün təbəqəyə daxil deyil Afinada. Ya varlısan, ya da ki kasıbsan. Orta hədd yoxdur burada. Bir də ki var, qullar var. Spartada isə Spartalılar var, bir də Spartalı olmayan qullar var. Bir Spartalı qul ola bilməzdi. Bu mümkün deyildi. Qullar, Spartalılarda belə bir hərbi ideologiya var idi ki, Spartalılar gedib əksin, bitsin və s. və ilə axır təhqir bilirdilər özlərinə. Spartalılar döyüşçü olmalıydılar, döyüşçü kimi başqa xalqları özləri üçün işlətməli idilər. Belə bir təfəkkür var idi bunlarda. Afinalıların əsas fokuslandığı nə idi? Ticarət, təhsil, dənizlər və s. və ilə axır. Spartada görə ancaq hərbi, işğalçılıq, intizam və s. və ilə axır. Məsələn, Sparta deyir ki, silahı belə itirmək, ölmə bərabər bir şeydir. İndi qaydaq bayaq dediyim hissəyə, Afinada quldarlıq demokratiyası məsələsinə. Bildiyimiz kimi aristokrat və demosun mübarizəsi olur burada. Və eramızdan əvvəl 594-cü də aristokrat Solonun təşəbbüsü ilə Solon islahatı həyata keçirdilər burada. Qullar borcları ləğv olunur bunların, gələcəkdə də borca görə qula düşmə qadağan olunur və s. və ilə axır. Amma 2 dənə hissəsi qalır. Vəzifə tutmaqla torpaq. Və Demos yenə də bu mübarizəni davam etdirir. Demos bu mübarizəni davam etdirdiyinə görə artıq Afinalılar, yəni o yuxarı təbəqə aristokratlar belə qərara gəlirlər ki, biz bunların hər istədiyini yerinə yetirdikcə bunlar istəklərinin dozasını daha da artıracaqlar və idarəetmə dəyişib eləyirlər tiraniya. Tiraniya nədir? Daha sərt və despotik bir idarəetmə üsuludur. Amma tiraniyanı 6-cı əsrin sonunda Afinalılar yıxırlar. Yıxırlar və quldarlıq demokratiyasını formalaşdırırlar 6-cı əsrin sonunda. Ali hakimiyyəti verirlər xalq yığıncağına. Xalq yığıncağı da şəhər dövlətini idarə etmək üçün strategilər seçməyə başlayır.
və bu quldarlıq demokratiyasının bərqərar olması idi. Quldarlıq demokratiyası yaranacaq eramızdan əvvəl 6-cı əsrin sonunda, çiçəklənəcək eramızdan əvvəl 5-ci əsrin ortalarında. Yəni eramızdan əvvəl 443-cü ildə Periklin hakimiyyəti dövründə. Çünki o vəzifəyə görə pul verir, imkansızlara ölkənin taxıl anbarını açır və s. Yəni belə deyim, daha müsbət işlər gördüyünə görə həmin dövr quldarlıq demokratiyasının ən pik inkişaf etmiş dövrü, çiçəklənmə dövrü hesab olunur. Yunanlılar koloniyalaşma ilə genişləyirdilər. Məsələn, işğallarla yox. Məsələn, Roma işğallarla genişləyib, amma qədimdə Finikiyalılarla Yunanlılar işğallarla heç vaxt genişləməyiblər. Ancaq koloniyalaşma ilə genişləyiblər. Nə deməkdir bu? Zənn eləyin ki, bax, belə bir şey olsun. Bax, mən indi burada hal-hazırda Afinanı oxla göstərirəm. Demos aristokrat mübarizəsi baş verir. Demos aristokratların əlindən beziblər. Əllərində torpaqları yoxdur. Aristokratın torpağında işləyirlər. Aristokrat ona az qalmamaq üçün müəyyən miqdar məhsul verir. Bu onun yalnız yaşamasına daha doğrusu kifayətdir. Başqa heç bir şey. Yəni əli aşından olub, vəli aşından olub. Demos. Demos həmin dövr özümüzü təsəvvür etsək həmin dövrdə. Yəni Demosun cənnəti nə ola bilərdi? Özünün torpağı ola və bir də bunun ağası olmaya. Bəh-bəh. Demos bunu arzulayırdı. Və bunun ən optimal yolu nə idi? Aristokratın olmadığı yerə köçmək. Oxla göstərdiyim Kiçik Asiya, Anadolu yarımadasının qərb istiqamətinə. Millət şəhərinin yerini göstərirəm indi mən burada. Ox işarəsi ilə hazırda ikinci xətt. Bir dənə də xətt qoyun, bax bura. Demos köçür ora və orada artıq nə bunun üstündə bir aristokrat var, nə bir şey var, özü əkir, özü becərir, öz əli, öz əməli. Və Demos orada varlaşır. Varlaşandan sonra artıq o varlaşan Demos, kitab təbiricə desək, təbəqələşən Demos. Demosun təbəqələşməsi var orada. Yəni əvvəl Demos deyəndə hamı müəyyən bir orta statistik bir insanları nəzərdə tutur. Amma koloniyalaşmadan sonra Demos təbəqələşdi. Yəni Demos artıq Demos deyəndə hansı Demos? Kasıb Demos yoxsa varlı Demos? Belə bir anlayışlar ortaya çıxmağa başladı. Bu Demos, təbəqələşən Demos qayıdırdı Afinaya, deyir ki, aristokrat, əvvəl mənim pulum yox idi, əvvəl mənim torpağım yox idi, sən məni idarə eləyirdin. İndi mənim torpağım da var, pulum da var, azadlığım da var. Nəyə görə idarə etmədə mən iştirak etməyim yaxşı? İndi də görüm sənin məndən nəyin artıqdır? Bax, Demos bu şəkildə idarə etməyə atılmaq istəyir. Bu şəkildə artıq şərtlər sürür ki, artıq mən idarə etmədə iştirak etməməyim üçün mənə bir səbəb verin, mən çəkilim durum kənarda. Bu səbəbdən başlayan mübarizədən sonra artıq Demos idarə etmədə iştirak hüququnu qazanmış olur burada. Yunan mütəfəkkirlərindən söhbət açacağıq burada. Herodot, Hipokrat, Demokrit, Aristotel və Homer. Herodotu hər kəs tanıyır, o heç. Bundan heç ümumiyyətlə bəhs etməyə ehtiyac yoxdur. Hipokrat tibdir ümumiyyətlə. Məsələn, həkimlər indi Hipokrat andı var. İndi əksəriyyəti belə and içib əməl etməsə belə. Demokrit var burada. Demokritin əsas ideyası bundan ibarətdir ki, bütün dünya hamısı eyni xırda zərrəciklərdən ibarətdir. Hamısı. Yəni bir atom formula bir yerə yığışıb insanı da meydana gətirə bilər, bir atoma ağacı da, nə bilim əşyanı da, daşı da və s. və ilax. Əsas irəli sürdüyü fikir bu idi. Aristotel isə elmləri təsnifatlandırıb və müəyyən sahələr üzrə bölməklə onun öyrənilməsini daha da asanlaşdırmışdı. Homer isə ədəbiyyatçıdır və o iki məşhur əsəri İlyada və Odisseyadır. 8-ci əsrdə belə deyim, yaşamış bir şəxs idi bu və 8-ci əsrdə yaşamağına baxmayaraq 11-9-cu əsrlərdən bəhs edib bu əsasən. Xüsusən də Troya müharibələri dövrünü qələmə alıb, ona görə də 11-9-cu əsrləri Homer dövrü adlandırırlar. Yunan memarlığı haqqında məsələn çoxumuza tanışdı və xüsusən Yunan və Roma memarlıqları bir-birinə çox yaxındılar. Yəni boşuna deyilməmiş bir söz var ki, Yunanlar
müəllimdir, Romalılar şagirddir, amma şagird olan Romalılar müəllimlərindən daha yaxşı işlər ortaya qoyublar. Təqlidçilərdir Romalılar, amma elə təqlid eləyiblər ki, təqlid etdikləri şey Yunanlılardan da daha yaxşı alınır. Xüsusən də memarlıqda bunu söyləmək mümkündür. Və 3 sütundan söhbət açır. Korinf, Dorik, İonik, bir dənə də var burada. İndi bunun adı burada düşməyib. Portik. 4 dənə sütundan istifadə olunublar bunlar. Və Parfenon məbədi var burada. Parfenon. Romada Panteondur, bunlarda Parfenondur. F, Afina. F-nı görürsünüz, birinci bu Yunanistana aiddir, Panteon isə Romaya aiddir. İkisi də eyni təyinatlıdır. Yəni tanrıların o heykəllərinin olduğu bir tikilidir. Yunanistanda ilk Olimpiya oyunları da eramızdan 776-cı ildə Yunanistana aiddir. Bəziləri deyir ki, bunu Zevsin şərəfinə, bəziləri deyir ki, şərabçılıq tanrısının şərəfinə və s. və axır bu Olimpiya oyunları təşkil olunurdu. Olimpiya oyunları artıq həmin dövrdə o qədər populyarlaşır ki, artıq qonşu dövlətləri belə sirayət etmiş olur. Məhz buna görə də Olimpiya oyunları vaxtı artıq bütün hərbi əməliyyatlar, bir-birinə savaşan dövlətlər hamısı müharibələri dayandırır və idmançılarını Yunanistana göndərirdilər. Makedoniya. Makedoniya Yunanistanın şimal hissəsində yerləşirdi burada. İndi o hissəni də göstərim mən. Bura Yunanistandır. Bura isə Makedoniyadır. Bu istiqamətlər. Yunanistanın şimal hissəsi. Makedoniyanın ilk işğalların ümumiyyətlə başlanğıcı Yunanlılarla olur burada. Xüsusən eramızdan əvvəl 338-ci ildə Xeroneya döyüşü baş verir burada. Amma bundan öncə biraz əvvələ getmək lazımdır. 431-404-cü ildə Peloponnes müharibələrində getmək lazımdır və orada Afina-Sparta savaşı var. Sparta qalib çıxır orada. Spartanın qalib çıxmasından əlavə bu savaşın baş verməsi Yunan şəhər dövlətlərini zəiflədir və Makedoniyanın işğalına artıq bir növ şərait yaratmış olur. Və 338-ci ildə Makedoniya hökmdarı 2-ci Filip Yunan şəhər dövlətlərini ələ almaqla, pulla, onda bir sözü var, eşşək yüklü bir, daha doğrusu üzr istəyirəm, qızıl yüklü eşşək bir şəhəri ala bilər. Amma burada bir maraqlı məqam var ki, 2-ci Filip Yunan şəhər dövlətlərinin azadlığına son qoyur, tamam, amma daxili müstəqilliklərini toxunmur. İstəsəydi, yəni Yunan şəhər dövlətlərini xəritədən belə silə bilərdi. Niyə? Sizcə, kim cavab verər buna? 2-ci Filip gəlir Yunanlara məğlub edir, üstün tərəfdir, istədiyi qərarı verə bilər, amma daxili müstəqillik deyir ki, yox, sizin daxili müstəqilliyiniz qalsın. Məqsədi nə ola bilərdi bunların daxili müstəqilliyini saxlamaq? Yəni, özünə niyə, belə deyim, risk açır, risk götürür? Niyə bu qədər riskə gedir 2-ci Filip? Məqsədi nə ola bilərdi? Kimin fikri var bu haqda? Əhəməni. Buyurun. Əhəmənilərə görə müəllim. Əhəmənilərə görə, bəli. Yunan şəhər dövlətlərinin həm iqtisadi potensialından, həm hərbi potensialından istifadə edib gələcəkdə Əhəmənilərə qarşı savaşda istifadə etmə məqsədi güdürdü. Ona görə də onların daxili müstəqilliyinə toxunmayacaqdı. İskəndərə gələyində 336-cı ildən artıq taxta çıxır və əsas hədəf də olur Şərq. Şərqdə də bir dənə əsas imperiya var, Əhəmənilərdir. Ona görə şərqdə basdığı hər bir yer Əhəmənilərin ərazisidir. Əhəmənilərlə döyüşə gəlir. Və burada onun ümumi döyüş, belə deyim, yolunu görürsünüz. Burada ilk əvvəllər 434-cü ildə Qranik döyüşündə Əhəmənilərə qalib gəlir. 333-cü ildə Suriyanın şimal istiqamətində İs döyüşündə qalib gəlir. 332-ci ildə isə artıq Misirdə idi. Misirdə Əhəməni varlığına son qoyur. Misir döyüşü təslim olur, İskəndər orada Firon elan olunur və Əhəməniləri yenidən izləməyə davam edir və
Qavqamela Van gölü yaxınlığında Qavqamela döyüşündə Əhəmənilərə həlledici zərbəni vurur. Və Qavqamela döyüşü yenə Əhəmənilər bir də belini sındırır artıq və oradan birbaşa Əhəmənilərin paytaxtı Persopol şəhərinə gəlir. Persopol şəhərində orada 3-cü Dara öldürülür, saray ələ keçirilir, Əhəmənilərin varlığına son qoyulur və oradan keçir Hindistana. Gəlir burada Hindistan istiqamətində Hind çayını keçə bilmir, əsgərlər yorulub, hindlilər də dayanmadan mübarizə aparırlar. Həmin o bu dövrdə də Hindistanda Maurya sülaləsindən Chandragupta idi. Chandragupta da dayanmadan mübarizə aparır, heç geri çəkilmə niyyətləri yoxdur. Əsgərlər də bezir ki, artıq Makedoniyadan başlamışıq, gəlib artıq Hindistandayıq da, gözün doysun artıq. Yürüşlər dayandırılır. Və artıq bundan sonra 323-cü ilə qədər ümumiyyətlə heç bir aktiv bir savaş, aktiv bir müharibə aparılmır burada. Burada ellinizm dediyimiz bir qavram haqqında söhbət açaq. Biz Makedoniya İskəndər ümumiyyətlə özü bir mədəniyyət yayırdı. Amma elə zənn edir ki, mən öz mədəniyyətimi yayıram, Makedoniya mədəniyyətini yayıram və s. belə. Amma xeyr. Özü də bilmədən o Yunan mədəniyyətinə Yunanlardan daha çox töhfə verən şəxs oldu, onun yayılmasında xüsusən. Yunan mədəniyyəti ilə şərq mədəniyyətini bir-birinə qarışdırıb, sintez edib, ortaya bir ellinizm çıxartdı burada. Makedoniya İskəndərin bax əsas dünyaya verdiyi töhfə bundan ibarət. Məsələn, bayaqlar biz Böyük İpək yolu haqqında söhbət açdıq, Makedoniya İskəndəri haqqında. Bax burada da bu məsələdə Makedoniya İskəndər dünyaya bax bu töhfəni vermişdi. Sonra Roma haqqında. Romada indi o 753-cü ildə şəhərin əsasının qoyulması Roma oldu, Remdir. Bunu hər kəs bilir. Ona heç o məsələyə girişməyə ehtiyac yoxdur. Romanın idarə etməsindən söhbət açaq biz burada. Roma necə idarə olunurdu? Xüsusən də respublika dövrü necə idarə olunurdu? Məsələn, padşahlıq bəllidir. Padşah var, ömürlüydür. Padşah 753-dən 509-cu ilə qədər. Padşah ömürlüydür. Ağsaqqallar Şurası, yəni Senat öz arasından seçir, amma irsi deyil. Orada diqqətli olun. Romada padşah irsi deyil. Ömürlüydür. Öldüsə həmin Ağsaqqallar Şurası Senatı yığışır, təzədən kimin padşah olmasını özləri qərar verirdilər. Respublikada isə məsələlər biraz qarışıqdır. İki şura var. Xalq yığıncağı var, bir də senat var. Fikir verirsiniz, ən yuxarıda o hissədə burada xalq yığıncağı deyilən şuradır, aşağıda isə Ağsaqqallar Şurası sayılan senatdır. Senat bildiyimiz kimi varlılardandır, yəni patrisilərdən ibarətdir burada. Xalq yığıncağı isə adı üstündə xalqın yığıncağıdır burada. Bunlar hakimiyyəti bölüşdürüblər. Yəni bir növ respublika dövründə xalq yığıncağı qanunları təsdiqləyən vəzifəli şəxsləri təyin edən bir orqandır artıq. Üstdür artıq. Ən üstdür. Bəs senatda nə qalıb burada? Senat ölkə üçün ümumbəşəri məsələləri yenə öz əlində saxlayıb burada. Yəni xalq yığıncağının o səlahiyyəti yoxdur ki, bu durun getdik Makedoniyaya müharibə elan edək. Xeyr, o xalq yığıncağının işi deyil. Adı üstündə xalq yığıncağı, xalqla bağlı olan, daxillə bağlı olan işlər xalq yığıncağındadır. Xalqı idarə etmək üçün o vəzifəli şəxsləri seçmək, nə bilim nələr, hamısı bundadır. Senatda isə siyasət senatdadır. Maliyyə senatdadır. Kimlə savaşaq, kimlə sülh müqaviləsi imzalayaq, senatdadır. Yəni varlı təbəqə olan patrisilər o böyük işləri öz əllərində saxlaya biliblər yenə. Bəs bu dövrdə Romanı kim idarə edir? Konsul. Konsullar əsasən müharibə vaxtı bütün hakimiyyət keçirdi onlara müharibə vaxtı. İki konsulun idarə etməsi o demək deyil, ikisi də eyni məkanda oturub idarə edirlər. Xeyr. Əsasən o dövlətin ərazisi genişlənən vaxtı
Biri məsəl üçün şərq qanadına baxardı, biri qərb qanadına baxardı burada. Dinc vaxtı konsulların elə də bir əhəmiyyətli rolu yoxdur. Dinc vaxtı konsullar dövləti idarə edən zaman senatdan bir növ əmrə alırdılar, senatdan bir növ göstəriş alırdılar. Amma müharibə vaxtı oldusa artıq bütün səlahiyyətin hamısını o fövqəladə hərbi vəziyyət kimi öz əllərində cəmləyə bilirdilər burada. Bir də xalq tribunları var burada. Eramızdan əvvəl 5-ci əsrdən etibarən artıq özlərinə tribun seçə bilirlər burada. Burada bir dənə incə məqam var. Xalq tribunları xalq yığıncağının və ya senatın plebeylərlə bağlı olan göstərişinə veto qoya bilərdi. İstədiyi qanuna yox. Senat tutalım deyir ki, gəlin misal üçün Yunanıstana müharibə elan edək. Xalq tribunu deyir ki, veto. Sənə nə? Dəxli yoxdur buna. Desəydi ki, amma plebeylərin vergisini falan qədər qaldıraq, rahat veto qoya bilərdi. Plebeylərlə bağlı olan yalnız. Və xalq tribununu öldürmək ölkədə ən ağır cinayət. Ən ağır cinayətlərdən biri yox ha, ən ağır cinayət hesab olunurdu ümumiyyətlə. Romanın qanunlarından 12 lövhə qanunları eramızdan əvvəl 5-ci əsrdə hazırlanmışdı. Bu indi burada iki qarşılaşdırma aparırıq. Müasir hüquqla Roma hüququnun qarşılaşdırılması. Roma hüququ deyir ki, əksi sübuta yetirilməyənə qədər insanların təqsirsiz qalması şərtdir. Müasir dövrdə buna nə deyir? Təqsirsizlik prezumpsiyası. Yəni, kimsə mən məsələn, polis gəldi mənə tutdu, apardı, deyir ki, sən filan kəsi öldürmüsən, tutalım. Mən onu öldürmədiyimi sübut etməli deyiləm. Polis mənim onu öldürdüyümü sübut etməlidir. Bu birinci şərt. İkinci şəxs, daha doğrusu ikinci şərt. Təqsirlənən şəxslər mütləq hakim qarşısında özünü müdafiə etməyə icazə verilməlidir. Bu müasir dövrdə bu vəkil filan anlamına biraz uyğun gəlir. Üçüncüsü isə məsələn çox görmüşük ki, orta əsrlərdə filan məhkəmələr o qədər ədalətsizdir. Yəni hakimin bir növ insafınadır. Heç nəyə əsaslanmadan kafasına görə istənilən qərarı verə bilirdi. Roma hüququnda belə deyil. Hakim bir qərar verirsə, sübutlara əsaslanıb, konkret özü sübutlara əsaslanıb hökm çıxartmalı idi. Bu da təbii ki, müasir dövrə uyğun gəlir. Roma ordusu və sol hissədə Makedoniya falanqası var burada. Fikir versəz, məsələn, Makedoniya falanqasında bu istiqamətdə gördüyümüz o çıxıntılar nizələrdir. Yəni, Makedoniya falanqası bu şəkildə nizələrini önə çıxardıb kompakt şəkildə hərəkət edirdilər. Amma Roma legionu belə çarpaz formada, sanki şahmatvari formada hərəkət və birliklər şəklində idilər, bölüklər şəklində hərəkət edirdilər. Hər bir legionun, belə deyim, özünün müəyyən qaydası, özünün ayrıca komandiri, yəni belə deyim də, Roma ordusu buna görə müharibədə çox çevik davrana bilərdilər. Amma solda Makedoniya falanqasında tutalım ki, burada qərar verilsəydi ki, Makedoniya İskəndər deyir ki, şərqdən yox, misal üçün qərb istiqamətinə manevr edin. Bu qədər toplu surətdə hərəkət edən ordunun manevr etməsi çox çətin bir məsələ idi. Amma burada Roma legionu, sağ hissədə görülür, Roma legionu çox rahatlıqla manevr edib müharibənin gedişatını dəyişə bilərdilər. Romanın işğalçılığı. Roma işğalçılığı eramızdan əvvəl 3-cü əsrdən başlayır və ilk addım kimi İtaliyanın cənub hissəsini ələ keçirməklə İtaliya yarımadasının, daha doğrusu desək Apenin yarımadasının işğalını başa çatdırır. Və bundan sonra artıq İtaliyanın cənubunda yerləşən Siciliya adası var. Siciliya adasına qoşun çıxardır. Bu da Karfagenin xoşuna gəlir. Çünki Siciliya adası kimin idi? Karfagenin idi. Və bundan sonra başlayır bunların Pun müharibələri. Eramızdan əvvəl 3-cü əsrdən ta ki gələcək eramızdan əvvəl 146-cı ilə kimi. Və bu Romanın mütləq qələbəsi ilə başa çatacaq. Karfagen şəhəri tutulacaq, yandırılacaq və bundan sonra artıq ümumiyyətlə 146-cı ilə 2-ci əsrin ortalarına həm Karfagen işğalı, Makedoniya işğalı, Yunanistan işğalı bunların hamısı Romaya aiddir. Və bununla da Roma artıq
Aralıq dənizində hakim dövlətə çevriləcək. Yəni artıq o hakimlik Yunanistandan falan çıxacaq. Bu Romanın olacaq. Romada böhran dövrü var. Quldarlıq təsərrüfatının böhranı dövrü. Bu nəyə bənzəyir? Tutalım ki, mən Roma dövründə olan bir patrisiyəm və mənim müəyyən bir malikanələrim və torpaqlarım var, tutalım. Bu yerləri işlətmək üçün iki seçimim var. Ya kəndliyə pul verib kəndlini işlədirəm, ya da ki, qula ölməməsi üçün çörək verib qulu işlədirəm. Təbii ki, patrisi nöqteyi nəzərindən yanaşında hansı ucuz başa gedir? Qul. Və meyl edirəm artıq qul əməyinə. Həmin dövrdə Roma işğalları aparır, qalibiyyətli müharibələr aparır. Qullar yəni ölkəyə sel kimi gəlir. Bu da belə olan anda artıq kəndli əməyə sıxışdırıldığına görə kəndlilər müflisləşirlər burada. Kəndli artıq torpağını əkə bilmir, torpağını əkə bilməyəndə torpaqları satırlar, torpaqları satandan sonra da qalırlar heç nə, havada. Heç nələri yoxdur. Məsələn, o iki qardaş var, Tiberi Qraks ilə Qay Qraks. Onların 133-123-cü illərdə keçirdiyi islahatlarda belə bir bənd var. Bu torpaq satıla bilməz. Çünki adamlar, yəni plebeyləri tanıyırlar. Bilirlər ki, bu plebey bu torpağı satıbsa, təbii ki, kefindən satmayıb. Çətinliyə düşüb, satıb. Amma satmaq bu plebeyi qurtarmır. Daha da ağırlaşdırır onun işini. Ona görə belə bir qayda qoyur ki, bilir ki, sabah plebeyin nəsə bir boşluq olsa, plebeyin əli dara düşən kimi torpağı yenə satacaq və bizim gördüyümüz bu işlərin heç bir əhəmiyyəti qalmayacaq artıq. Ona görə qadağan eləmişdi. Plebey heç bir halda acından belə ölsə də o torpağı sata bilməzdi. Amma təbii ki, o son hər kəsə məlumdur. Artıq o bu iki qardaşın şərlənməyi, bunların islahatlarının ləğv olunması bu məsələni yatırtdı. Kəndlərin müflisləşməsi qalsın öz yerində. İndi mən yenə bayaq dediyim patris olum, qul əməyindən istifadə eləyirəm. Yəni ərazidə yüzlərlə qul var. Amma istədiyim məhsul yoxdur. Bundan öncə, məsələn, o qulların 20% qədər kəndli işləyirdi, amma daha çox məhsul əldə eləyirdi. Bunun səbəbini artıq aydınlaşdırırlar ki, burada əsas məsələ sayı deyil. Əsas məsələ o işə verilən həvəsdir. Qul üçün fərqi yoxdur, onsuz da bu quldur. Bu il bu sahə 10 tonda versə, bu yenə eyni yeməkləri yeyir. 20 tonda versə, bu yenə eyni yeməkləri yeyir, eyni münasibəti görür. Mükafatı yoxdur. Mükafatı olmadığına görə həvəssizdir. Kəndli niyə həvəssizdir? Kəndli çünki, məsələn, torpağı patrisi verirdi plebeyə ki, bunu ək, nə məhsul əldə etsən, dədəmalı kimi yarısı sənin, yarısı mənim. Kəndli artıq həvəslə işləyirdi ki, mən həvəssiz işləyib 1 ton məhsul əldə edib 500 bölüşüncə, qoy 10 ton məhsul əldə edim, 5 ton bölüşüm. Kəndinin həvəsi var idi artıq. Qulda amma belə bir şey yox idi və bu şəkildə artıq qulları həvəsləndirməkdən ötürü iki tədbir həyata keçirdirlər. Qullara daxma tikməyə icazə verirlər. Bunlar deyirlər daxmalı qullar. Ki, ay qul, mənim həyətimdə işləyirsən, oq. Ged özünə ev tik, evlən, ailə uşaq sahib ol, iş kimi gəl mənim ərazimdə işlə, axşam ged öz evində yat. Birinci addım bu. İkinci addımda torpaqların qullara icarəyə verilməsi məsələsi var burada. Buna deyirlər kolonlar. O qulların içərisində potensiali olan müəyyən qullar ki olurdu. Deyirlər ki, tamam, sən bunu ək, ya məhsulu belə, ya da ki, icarə haqqını bəri başdan ver. Məsələn, icarə haqqı 5 ton məhsul tutalım. 5 ton məhsulun bəri başdan mənə ver. Sən buradan 1 ton da məhsul götürsən, məndən heç bir narazılığın olmur. 20 ton da məhsul götürsən, mənim səndən narazılığım olmur. Belə bir şey. Amma bu müəyyən müddət o tənəzzülün qarşısını alsa da tamamilə qarşısını kəsə bilmir. Və nəticədə artıq quldarlıq təsərrüfatı böhrana doğru gedir. Bir də qul üsyanı var, bu da Spartak üsyanı, ondan da bəhs edək. Bunlar kim idi? Gladiatorlar idi. Gladiatorlar kimdir? Qulların içərisindən döyüşkən qulları seçib qladiator məktəblərində yetişdirirdilər. Və həmin o qulları arenalarda bir-birinə savaşdırırdılar. Məqsəd nədir burada? Plebeylərin başını qatmaq. Tam məqsəd budur.
plebeylərin ümumiyyətlə, yəni elə bir təbliğatında aparmışdılar ki, artıq yəni hər kəsin çox səbirsizliklə gözlədiyi bir şeydir həmin o qladiator savaşları. Və bu qladiatorlar, yəni döyüşçülər qladiator məktəbindən qaçırlar. 74-71-ci ildə 3 il ərzində savaşırlar Kapuya dağında, amma sonu məğlubiyyətlə bitir və öldürülürlər. Respublikanın sonunda gətirən ən əsas hadisələrdən biri Sezardır. Sezar eramızdan əvvəl 49-cu ildə hakimiyyətə alandan sonra tək başına idarə etməyə başlayır. Heç bir institutional orqanla hesablaşmır. Senato olsun, xalq yığıncağı olsun, adları var, amma Sezar heç birini saya salmır. Heç birinin hesablaşmır. Sezar 44-cü ildə öldükdən sonra artıq Romada vətəndaş müharibəsi deyilən bir dövrdür artıq. Antoni və Oktavian Avqust. Biri şərq qanadına rəhbərlik edirdi, Antoni qərb qanadına rəhbərlik edirdi və eramızdan əvvəl 30-cu ildə Oktavian Avqust Antoniya qalib gəlir və bu şəkildə artıq vətəndaş müharibəsi başa çatır. Oktavian Avqust tək başına hakimiyyətə nail olur. 27-ci ildə də Senat Oktavianı princeps elan edir və ona Avqust adını verir. Və Respublikanın dövrü başa çatır. Roma olur artıq imperiya. 27-dən ta ki 395-ci ilə kimi. Romanın kəşflərindən nəyi deyə bilərik? Məsələn, ən əsas məsələ beton. Bu şəkildə gördüyümüz memarlıq üsullarının hamısı betonun sayəsində mümkün. Onların çəkdikləri yollardır, tikdikləri həmin o kolizeydir filandır. Hamısı betonun sayəsində mümkün olur. 395-ci ildə isə artıq imperiyanın ərazisi o qədər böyük idi ki, tək başına idarə etmək mümkün deyildi. Həm də ki, bir fərqlilik var idi artıq. Düşüncədə də, dində də, təriqətdə də. Ona görə də bunun ikisinin eyni bir çatı altında olması mümkün deyildi. Ona görə 395-ci ildə bölürlər. Şərqi Roma, adlanacaq sonradan Bizans, Qərbi Roma imperiyası. 476-cı ildə Qərbi Roma imperiyası süqut eləyəcək. Bizans isə davam edəcək ta 1453-cü ilə kimi Konstantinopolun süqutuna qədər. Deməli, döyüşlər əsasən, baxın, burada gördüyünüz təxmini 5 istiqamətdə baş verən döyüşlərdən həm Romanın apardığı savaşlar, Misirlərin Hetlərlə savaşı, Əhəmənin məsələsi, bir də Hunların məsələlərindən söhbət açacağıq biz burada. Misirdə başlayaq Fironların yürüşündən. Birinci Tutmos, oxlarla göstərim mən onu. Birinci Tutmos, burada gördüyünüz Fələstin, yuxarıda Finikiya, Suriya. 3 istiqamətdə yürüş eləyib və Fərat çayına kimi gəlib burada çatıb. Birinci Tutmos. Və bu yerləri vassal asıllığı formasında idarə edib. Birbaşa Misirə birləşdirməyib. Vassal ərazi kimi idarə. Yəni özlərini idarə edir və sadəcə vaxtında Misirin xəracını çatdırıblar. Üçüncü Tutmos isə Misiri imperiyaya çevirir. Üçüncü Tutmos da eyni qayda ilə Fələstini, Finikiyanı, Suriyanı tutur, amma Misirə birləşdirir. Bu birləşdirməni biz hardan bilirik? Çünki adam paytaxt Fivdən buranı idarə etmək üçün birbaşa canişinlər göndərir və həmin ərazilər Misirin ərazisi kimi, Misirin torpağı kimi idarə olunur. Kadeş müqaviləsi eramızdan 1286-cı ildə baş verir. Bayaq əslində biraz azdan çoxdan söhbət açdıq burada. Uzun müddət davam edir bu müharibə və kitablarda yazırdı, yadınızdadırsa 1296-dan başlamışdı bunların savaşı. 10 il müddətinə davam edir. Heç bir tərəf həlledici qələbə əldə edə bilmədiyinə görə razılığa gəlirlər 1286-da. Müqavilənin bir neçə şərti var idi. Birinci şərt ondan ibarət idi ki, Suriya bölünürdü iki hissəyə. Cənub hissə keçirdi Misrə, şimal hissə keçirdi Hetlərə. Və iki dövlət də bu tarixdə əsas unikal cəhət ondan ibarətdir ki, iki dövlət bir-birinin yanında öhdəlik götürürdülər. Bir-birinə yardım. Yəni, Hetin ərazisinə hücum olarsa Misr ona kömək etməli idi, Misrin ərazisinə hücum olarsa Het gəlib ona kömək etməli idi.
Və bundan sonra artıq Misirdə demək olar ki, dincilik dövrü olur. 2-ci Ramzes hakimiyyət dövründə bu da 2-ci Ramzesə imkan verir ki, qayıtsın paytaxtına, başlasın orada quruculuq işlərini həyata keçirtməyə. Yunan-İran savaşları. Əslində məsələlərin kökü 500-cü ildən başlayacaq. Millət şəhəri üsyan qaldırmışdı həmənlərə qarşı və birinci darı gəlir Millət şəhərindəki üsyanı yatırdır, oturur qara-qara fikirləşir. Üsyanı yatırdım, getdim. Bunlar təzədən üsyan qaldırsa necə? İranın başı nəzmək lazımdır. Bəs İran hardadır? Afinadır. Milləti üsyana sövq edən kimdir? Afinadır. Gedib belə onda İranın başı nəzmək. Oradan birbaşa dəniz vasitəsilə, Ege dənizi vasitəsilə keçir oradan Afinaya. 490-cı il marafon. Amma məğlub olur. Məğlub olur və geri çəkilir. Bu Yunanlıları o qədər arxayınlaşdırır ki, 480-ci ildə Daranın oğlu Xerxesin hücum xəbəri gələndə heç bir Yunan şəhər dövləti bu xəbəri ciddiyə almır. Elə nə danışır? Biz 490-cı ildə onlara elə zərbə vurdu ki, onlar bir də cürət edib bu torpaqlara gəlməzlər. Amma gəlirlər. Və bu arxayınçılıq Yunanların bir növ desək məğlubiyyəti ilə nəticələnir. Fermopildə 480-ci ildə adam 100.000 nəfərlə gəlmişdi Xerxes. Yunanlar bir şeyin fərqinə varırlar ki, qardaş, quru bizlik deyil. Biz quruda savaşa bilməyəcəyik bu qədər adamla. Ona görə nə etmək lazımdır? Ya harda yaxşı savaşa bilirik? Dənizdə. Döyüşləri ona görə dənizə çəkirlər və xüsusən Salamin dənizi istiqamətinə. Salamin dənizi təsadüfi bir yer deyildi. Çünki qayalıqlarla çıxıntılı bir dəniz idi Salamin. Ona görə də çəkirlər ora və orada daha doğrusu İran gəmiləri ağır olduğuna görə qayaya dəyəndə qayaya otururdu artıq və hərəkət etməsi mümkün deyil və Yunanlılar da həmin gəmini bir növ yağmalayırdılar. Bu şəkildə 480-ci ildə qalib gəlirlər. Və bir il sonra 479-cu ildə həlledici zərbə vurulur Plateyada. Buna baxmayaraq Plateyada son olmur 30 il müddətinə, ta ki 449-cu ilə kimi savaşırlar burada. Və bu savaşlarda Yunanların məğlub olduğu cəmi bir dənə döyüş var. O da ki, Fermopildir. Bayaq dediyimiz 480-ci ildə. Yunan-İran müharibəsinin şərtini də deyim, müqaviləsinin daha doğrusu 449-cu ildə İranın hərbi gəmiləri Ege dənizində üzə bilməzdi. İran milletin Ege dənizi sahillərindəki koloniyaların müstəqilliyini tanıya bilərdi. Burada hansı çaşdırıcı məqam testlərdə çıxa bilər? Tezlərə çıxa bilər ki, Yunan-İran müharibəsinə aid deyil. Daha doğrusu Yunan-İran müqaviləsinə aid deyil. İranın ticarət gəmiləri Ege dənizində üzə bilməzdi. Xeyr, üzə bilərdilər. Yalnız hərbi gəmilər üzə bilməzdi. İran milletin Qara dəniz sahillərindəki koloniyaların müstəqilliyini tanıdı. Xeyr, Ege dənizi sahillərindəki müstəqilliyini tanıdı. Və burada diqqətli olun. Afina-Sparta müharibəsi 431-404-cü illərdə. Bu da bir belə deyərdim ki, belə məhəlli dilində ifadə edeyim də, beşkatçılıqdan baş verən bir savaş. Niyə? Bunlar İrana qalib gəlirlər 449-da. Üstündən cəmi 18 il keçib 431-dəyik. Bunlar elə İrana qalib gələndən sonra elə aralarında didişirlər ki, mən qalib gəldim, o deyir, mən qalib gəldim. Və bu qalibiyyətin bəhrəsini bölə bilmirlər. Nəticədə bu iki Yunan şəhər dövləti arasında müharibə baş verir 404-cü ilə qədər. Məqsəd ticarətdə üstünlük və Yunanistana ümumi sahib olmaq, dənizlərdə ağalıq. Kim qalib gəldi? Sparta. Amma əslində bu Spartanın qalibiyyəti də belə deyildi. Bu ümumi Yunanistanın məğlubiyyəti idi. Yunanlar özlərini zəiflətdilər və sonradan Makedoniyalılara gəl dedilər ki, hə, biz zəifləmişik, gəlin bizi işğal edin. Yorulduq biz. Xeroneya, həmin dediyimiz döyüş. Makedoniya 2-ci Filip gəldi, Yunanları məğlub etdi, Yunanistanı işğal etdi, özünə birləşdirdi. Onların xarici istiqlaliyyətini, xarici müstəqilliklərini əlindən aldı, varlıqlarına son qoydu, daxili müstəqillikdən başqa. Xeroneya, belə deyim, döyüşündən sonra imzalanan müqavilənin əsas şərti oydu ki, heç bir halda bir Yunan şəhər dövləti digər Yunan şəhər dövləti ilə heç bir ticari, iqtisadi, mədəni əlaqə qura bilməzdi. Yəni biri digərinə salam belə verə bilməzdilər. Məqsəd təşkilatlanıb Makedoniyaya qarşı üsyan qaldırmasınlar. Amma bunu kim pozacaq? Fiv şəhəri, Yunanistanın Fiv şəhəri. Bu Fivlilərin üsyanı deyəndə bu Misirin Fivindən söhbət getmir. Bunu qoyun kənara. Makedoniya İskəndər Misirdə olan vaxtı, Misirə doğru gedən vaxtı işdə ki, Fivlilər üsyan qaldırıb.
Fivlər üsyan qaldırıb kimin köməyi ilə? Afinanın köməyi ilə. Və onları cəzalandırır ki, həmin o müqavilənin şərtlərinə zidd idi. Və varlıqlarına ümumiyyətlə bir dəfəlik son qoyulur onların. Əhəmənilərlə Makedoniyalıların apardığı savaşlar. Qranik Dubab, misal üçün, belə bir sualda düşə bilər sizə. Aşağıdakı döyüşlərdən hansı Kiçik Asiyada baş verib? Qranik və İs. Anadoluda baş verib bunlar. Qavqamela isə Ön Asiyada baş verib. İki çərəsinin şimalında, Dəzəfərəsənin şimal istiqamətində Van gölünün ətrafında baş verib bu. Bu döyüşlərin hamısını ümumiyyətlə Yunanlılarla, daha doğrusu İranlılarla... Gəlir indi səsim. İndi gəlir, bayaq getmişdi. Ümumiyyətlə Əhəmənilərlə Makedoniyalar arasında baş verən döyüşlərin hamısında kim qalibdir? Makedoniya. Makedoniya ümumiyyətlə bütün müharibələrində qalibdir. Yunanistanı, daha doğrusu bu Hindistanı biraz istisna tutaq. Orada da məğlub deyil, sadəcə sonuna kimi aparmır savaşı. Deməli, İs döyüşündən sonra 333-cü ildə İskəndər Finikiyaya gəlir. Finikiyanın Tir şəhəri xaraba qoyur Tir şəhərini. 332-ci ildə keçir Misirə. Misir heç bir müqavimət göstərmir, müqavimətsiz tabe olur. Makedoniyalı İskəndər olur Misirin Fironu. 330-cu ildə Qavqameladan sonra İskəndər birbaşa gedir Persopola. Oradakı hökmdar sarayını yandırır. Ondan sonra artıq dövlətin varlığına bir dəfəlik son qoyulur. Romanın bildiyimiz kimi işğallara keçdiyi dövr eramızdan əvvəl 3-cü əsrdir. Birinci öz olduğu yarımadanın işğalını başa çatdırır. Apenin 3-cü əsrin ikinci yarısında eramızdan əvvəl. Ondan sonra keçəcək artıq birbaşa Karfagenə, Pun müharibələrinə, Siciliyaya. 100 ildən çox təxmini davam edir bu müharibə. Sonda isə qələbə mütləq Romanındır. Karfagen tutulur, yandırılır və Roma Aralıq dənizində hakim dövlət olur. Bunlar isə, bu hissə bizə aid deyil burada. Sualsın 476 aydın məsələdir. Bunu da qoyduq kənara. Hunlarla Çinin savaşı. Eramızdan əvvəl 200-cü il. Pinçen. Turan taktikası. Burada var. Turan taktikasından istifadə edilməsi Metenin və bir də Çin xərac ödəyir burada Hunlara. Çinin şimalından keçən ticarət yolları hamısı Hunların nəzarəti altına keçir. Çin ipə ilə bac verir burada. Çinin məğlubiyyəti ilə bitən savaşdır. İndi burada belə bir ardıcıllıq aparaq burada. Bir, məsələn, diplomatik nəticə ilə bitən savaş, taktika ilə qazanılan savaş, bir də ümumiyyətlə qədim dünyanın sonu. Diplomatik nəticə ilə bitən təbii ki, Kadeşdir. Nəyə görə? Çünki burada qalib yoxdur və ikisi də məntiqli addım atır, savaşı uzatmır. Çünki ikisi də fərqindədir ki, bu savaşın uzanması heç birimizə sərf etmir. Ona görə ikisi də gəlir oturur masaya, sən nə istəyirsən bunu, mən nə istəyirəm bunu, razılaşdılar, getdilər. Yəni, müharibədən daha qazanclı çıxdılar, hər ikisi daha artıq ziyan görmədən. Taktika ilə əldə olunan döyüş isə Qavqamela və Pinçendir. Burada. Pinçenin taktika ilə əldə olunması aydın məsələdir burada. Çünki həm orada Hunlar köçəri taktikasından, yəni daha fərqli desək, Turan taktikasından istifadə etdilər. Qavqamelada isə taktika nədən ibarətdir? Makedoniyanın Əhəməniləri daxildən parçalanması, satqınçılıq meyillərinin artırmasını. Çünki Makedoniya orada bir ad salmışdı ki, artıq Makedoniya gəlir, bundan heç kim savaşa bilməz. Ağlın olsun, Makedoniyaya qarşı mövqedə yer alma, Makedoniyanın yanında yer al. Bu kimi şeylər artıq Əhəməniləri sarsdı. Məhz 331-ci il əslində Əhəmənilərin sonu deyildi. Yəni, Əhəmənilərə həlledici zərbə vurulmamışdı əslində. Amma 331-ci ildə o Makedoniyaların o xofu bütün o satrapların hamısını Daradan uzaqlaşdırdı. Elə biri bizimkisi başda olmaq şərti ilə. Atropat. Yəni, 3-cü Dara
Persepola qaçanda orada bütün satrapların hamısına məlumat göndərir. Qoşunlarınızı yığın. Heç biri yığmır. Niyə qorxurlar çünki? Və bu parçalama artıq 3-cü daranı tək qoyur. Nəticədə hər kəsə məlumdur artıq. Qədim dövrün bitməsi isə ilk dəfə olacaq Katalaunda 451-ci ildə Qalliyada Qərb Hunları ilə, yəni Attila Hunları ilə Romada, burada yenə də heç bir tərəf qələbə qazanmasa da, ikisi də çox böyük bir ziyan görürlər burada. Romada zəifləyir burada, Hunlar da zəifləyir burada. Və bu ikisinin zəifləməsi meydanı kimə buraxacaq? Germanlara. Germanlara buraxdığına görə 476-cı ildə German hökmdarı Romaya son qoyacaq. Bundan da qədim dünya dövrü bitmiş hesab olunacaq. Bu belə. Bugünkü izahımız bu qədər. Dərsdə qayd edildi. Bunu da mən də YouTube-a yükləyib.